Ömrünün 75-ci, səhnə fəaliyyətinin 45-ci ilini geridə qoyan xalq artisti, Şöhrət ordeni laureatı, prezidentin fərdi təqaüdçüsü Ağaverdi Paşayev. Sənətkarın yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd olundu. O, dirijor olmaqla yanaşı, musiqini dinləyiciyə sevdirən sənətkardır. Onun dirijorluğu altında səslənən hər bir əsər milli ruhun, klassik zövqün və peşəkarlığın harmoniyasıdır. Özümü çox xoşbəxt sayıram ki, bugün mənim ən yaxın dostlarım, sənət dostlarım, mənimlə işləyən, çiyin işləyən sənətçi dostlarım, mənim bugünkü çıxmağımda çox mənə dəstək olan insanlar hamısı bugün gəliblər mənim şad günümə, mənim yubiley günümə. Mənə gəlir ki, insanın həyatında bundan gözəl, bundan xoşbəxt gün ola bilməz. Xalq artisti Ağaverdi Paşayevin sənət dostları çıxış edərək yubilyarın yaradıcılığından danışdılar. Onun illərlə idarə etdiyi Dövlət Xalq Çalğı Alətləri Orkestri isə bu dəfə səhnədə Ağaverdi Paşayev üçün ifa etdi. Burada gələnlərin əksəriyyəti böyük musiqiçilərdir. Bu da ona olan məhəbbətinin ifadəsidir. Ağaverdi mənim yaradıcılığım neçə illər, uzun illərdir keçir. Mənim bütün festivallarımda, yubileylərimdə Ağaverdi mənim başçılığı ilə Xalq Çalğı Alətləri Orkestrinin ifasında demək olar ki, böyük əsərlərimdən tutmuş mahnılara can ifa olunub. Ağaverdi mənim sözün əsl mənasında böyük sənətkardır, zəhmətkeş sənətkardır. Onun mən deyərdim ki, indi bu yaşda da onun boş vaxtı yoxdur. Gecə gündüz çalışır bu insan. Bilirsiniz, öyrəndikcə öyrənir və gənclərə öyrədir. Bu bilirsiniz nə deməkdir? Bu çox böyük bir işdir. Gecədə Ağaverdi Paşayevin tələbəsi, əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestrinin xalq artistləri Mənsum İbrahimov, Teyyub Aslanov, Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədovalar musiqi töhfələrini bəxş etdilər. Ağaverdi gözəl ailə başçısıdır. Ailə başçından əlavə gözəl dostdur. Mən Ağaverdi nə arzu edə bilərəm. Ona can sağlığı, 100 il ömür, sağlam ömür arzulayırım. Mənim musiqiyə gəlməyim də məhz Ağaverdi müəllimin bilavasitə olaraq onun bəhrəsidir. Və Ağaverdi müəllimlə biz bir çox səhnələri paylaşmışıq. İstəyir Azərbaycanda, istəyir Azərbaycanın hüdudlarından kənarda, dünyanın müxtəlif ölkələrində olmuşuq, Azərbaycan mədəniyyəti günlərində olmuşuq, müxtəlif dövlət tədbirlərində olmuşuq. Artıq sizə inandırıram ki, yəni mən Ağaverdi müəllim əvvəllər ona baxmışam səhnədə göz təması. İnandırıram ki, son dövrlərdə ümumiyyətlə heç ona baxmıram mən. Yəni mən onu artıq içindən hiss edirəm ki, o da məni hiss edir ki, yəni harda mən tempi artırmaq istəyirəm, harda tempi yavaşlatmaq istəyirəm. Ağaverdi müəllim, sizi təbrik edirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Yubiley konserti həm də Azərbaycan musiqi tarixində iz buraxan bir sənətkarın həyat və fəaliyyətinə ehtiramı təcəssüm etdirdi. Gecədə Mədəniyyət Nazirliyi tərəfindən sənətkara fəaliyyət ərzində göstərdiyi təşəbbüsləri üçün fəxri diplom və kollektivin təbrik məktubu təqdim olundu. Xanım Paşazadə, Novruz Kazımov, Sevgi Əlizadə, Xavər Zahirova, Mədəniyyət xəbərləri.